Salamlar, vaxtınız xeyir olsun. Hazırda Avropanın orta mənzilli hava tərəfəti mərkəzinin son model tellərlə tanış oluruq. Bu model xüsusilə də Avropanın orta mənzilli hava tədqiqatları mərkəzinin superkompüter modelidir və bu prosesin ümumi analizlərinə əsasən yaxın dövrdə, yəni yaxın 15-20 gün ərzində Avropa arasında gözlənilən siklon və antisiklonların orta troposferdəki ümumi rejimi tendensiyası haqqında son dəqiqə məlumatları sizin diqqəti çatdırmağa çalışıram. Xüsusilə də kanalda əvvəlcədən də bildirdiyimiz kimi Avropanın qərbindən güclü bir antiklonik bloklanma gözlənir. Bu antiklonik bloklanma Şimali Afrikadan Avropanın qərbinə doğru yayılacaq. Eyni zamanda bu sistemin bir qolu hətta Avropanın mərkəzinə və bir qədər şimala doğru yayılması potensialı var. Amma Avropanın şərqində, Rusiyanın qərbində və Qara dənizin şimal şərqində, Xəzərin şimalında isə troposferin orta qatlarında atmosfer təzyiqində azalma nəticəsində ekstratropik tipli siklon sistemlərinin iyun ayının 3-cü 10 günlüyünün sonlarında və iyul ayının 1-ci 10 günlüyü ərzində tez-tez Rusiyanın qərbində aktiv olması və bu ekstratropik tipli siklon sistemlərinin tez-tez təkrarlanması gözlənilir. İyun ayının 24-ü və 25-də Avropa arasındakı antisiklonik bloklanma, yəni istilik qübbəsi adlanan bir şiddətli istilik dalğası gözlənir. Bu da Avropanın qərbinə və mərkəzinə doğru yayılacaq. İspaniya, Fransa, Böyük Britaniyada və Almaniyada ərazi üçün mövsüm üçün xarakterli olmayan, çünki həmin ərazilər daha çox Atlantikdən daxil olan sərin havanın təsiri altında olurdu. Lakin bu dəfəki bloklanma güclü olduğu üçün Böyük Britaniya, Fransa, Almaniya və İspaniyada şiddətli bir istilik rekordları gözlənilir. Yəni bu proses nəticəsində güclü bir istilik dalğası ərazide aktiv olacaq və bunun ardınca da qəfil bir siklonun, partlayıcı siklonun aktiv olması gözlənir. Amma xüsusilə də Avropanın şərqində və Rusiyanın qərbindəki ekstratropik siklon sistemlərinin baxın tez-tez ərazidə, tez-tez təkrarlanması gözlənir. Burada formalaşan, yəni bu ekstratropik siklon sisteminin gətirdiyi, sol qolu ilə gətirdiyi sərin hava dalğalarının rütubətli baxımlarla və Hind okeanı dipolu ilə Qafqazın cənubi Azərbaycanın toqquşması gözlənir. Bu proseslara daha da geniş olaraq nəzər salsaq biz bunu görərik ki, xüsusilə də Azərbaycan arasında hava şəraitinin iyun ayının 3-cü 10 günün sonlarında və yayın 2-ci ayı olan iyul ayının 1-ci 10 günü ərzində Qafqazda hava şəraitinin tez-tez dəyişilməsi, xüsusilə də iyul ayının 1-ci 10 günlüyündəki proseslərin daha kəskin baş verməsi gözlənir. Çünki artıq yay dövrü olduğu üçün troposferdə güclü bir istilik və enerji toplanır və buradakı proseslər bu şəkildə baş verəcək. Rusiyanın qərbindəki tez-tez təkrarlanması gözlənən ekstratropik siklon sisteminin sol qoluna gətirdiyi sərin hava dalğaları, eyni zamanda isti hava dalğaları, rütubətli hava axınları və Hind okeanı, cənub-şərqdəki Hind okeanından daşınan Hind okeanı dipoluda buradakı proseslər daha da mürəkkəbləşdirəcək və proqnozlaşdırılmasını çətinləşdirəcək. Nəticədə buradakı isti hava dalğaları, rütubətli hava axınları və sərin hava dalğalarının Qafqazın cənubunda toqquşması nəticəsində mövsüm üçün xarakterik olmayan ekstremal bir dəyişikliklərin tez baş verməsi gözlənir. Yəni bu nə deməkdir? Havanın temperaturunda rekord bir azalma baş verməyəcək, amma hava şəraitinin gün ərzində bir neçə dəfə dəyişilməsi iyul ayının, yəni yayın 2-ci ayı olan iyul ayının artıq 1-ci 10 günlük ərzində isə tez-tez temperaturda dalğalanmalar gözlənir. Rusiyanın qərbindəki qeyri-adi sərin hava dalğalarının Qafqaza müdaxiləsi nəticəsində Qafqazın xüsusilə şimalından cənuba doğru daxil olan hava sistemləri isti hava dalğaları ilə Azərbaycan arasında toqquşacaq və bu da Böyük Qafqazda, Kiçik Qafqazda, Gəncə, Qazaxda, Dağlıq Şirvanda qəfildən ortaya çıxan, qəfildən formalaşan bir supersel buludlarının, topa yağış buludlarının təsirindən qəfil tufan və fırtınaların baş verməsi, eyni zamanda şiddətli lokallaşan leysan dolu proseslər, dolunun diametrinin iri dənəli yağması potensialı var. Bu riskləri nəzərə almaq lazımdır. Bir daha bildirdiyim kimi, mövsüm üçün xarakterik olmayan bir proses gözlənir. Hansı ki, qlobal istiləşmə dövründə Avropanın qərbindəki son dövrlərin ən isti hava dalğası müşahidə ediləcək. Böyük Britaniya, Fransa, İspaniya və Almaniyada. Amma Avropanın şimal-şərq, şərq və Rusiyanın qərbində isə ekstratropik siklon sistemlərinin təsirindən ərazidə hava şəraitinin tez-tez dəyişilməsi sərin hava kütlələri ilə isti və rütubətli hava axınlarının tez toqquşması nəticəsində və bu sistemin təbii ki, bu sistemin Qafqazın cənubu Azərbaycan arasında təsirləri gözlənir. Baxın, artıq iyul ayının, yəni yayın 2-ci ayı olan iyul ayının artıq 1-ci həftəsi və 1-ci 10 günü ərzində isə bu prosesin
Qafqazın cənubuna müdaxiləsi daha da artacaq. Çünki burada atmosfer təzyiqinin Rusiyanın qərbində daha da azalması gözlənir və həmin ərazilərdəki formalaşan yay aylarının xarakteri olmayan ekstratropik siklon sisteminin gətirdiyi hava axınları baxın burada tam bir toqquşma baş verəcək. Baxın bu qalan xəttə biz baxan görürük ki, burada tam bir toqquşma baş verəcək. Antisiklonun yaxınlığında yerləşən ekstratropik siklon sistemləri adətən çox güclü olur. Baxın antisiklon hər tərəfdə baxın burada antisiklonlar var. Burada isə ekstratropik siklon sistemi var. Bu da troposferin yuxarı qatlarından, hansı ki 150-200 millibar atmosfer təzyiqi yüksəkliyində təxminən troposferin 10-15 km yüksəkliklərində baxın burada Atlantikdən daşınan rütubətli hava axınlarının troposferin deməli yuxarı qatları ilə orta troposferdə burada formalaşan ekstratropik siklon sistemi ilə ərazidə toqquşan rütubətli hava axınları, sərin hava axınları burada mürəkkəb bir hidrometeoroloji proseslərə səbəb olacaq və bu sistemlərin tez-tez Qafqazın cənubunda toqquşması, yəni sərin havada qalan rütubətli hava axınları isti havada qalan toqquşaraq Qafqazın cənubunda tez-tez mürəkkəbləşən bir atmosfer prosesləri baş verəcək. Topa yağış buradan şiddətli inkişafı gözlənir. İyul ayının artıq birinci həftəsində bu proses Böyük Qafqazda, Kiçik Qafqazda havanın mövsüm üçün xarakteri olmayan bir dərəcədə sərinləşməsinə səbəb olması potensialı var və yağıntıların Böyük Qafqaz, Kiçik Qafqaz, Gəncə, Qazaxda, Dağlıq Şirvanda xüsusilə də iyun ayının 3-cü 10 günlük və iyul ayının 1-ci həftəsi və 1-ci 10 günlük ərzində tez-tez leysan, lokal dolu, ildırım prosesləri təkrarlanacaq. Hava gün ərzində bir neçə dəfə dəyişiləcək, çünki günəşli hava şəraiti qəfildən bir güclü qalın buludlarla əvəz oluna bilər və bu da qəfil bir dəyişikliyə səbəb ola bilər. Bu prosesləri yaxından izləmək çox vacib sayılır. İndi isə biz artıq Avropanın İSMW hava tərəqqatları mərkəzinin digər modellərinə baxmaq istəyirik ki, burada hansı proseslər baş verir, daha ətraflı biz bu modellərə baxaraq son dəqiqə məlumatları sizin diqqətinizi çatdırmaq istəyirəm. Xüsusilə də Avropanın orta mənzilli hava tərəqqatları mərkəzinin həftəlik iqlim təhlillərinə əsasən Avropa ərazisində gözlənilən atmosfer təzyiqi haqqındakı məlumatlara baxaq. Avropanın orta mənzilli hava tərəqqatları mərkəzi iyun ayının 22-sindən 29-una qədər, baxın burada, Şərqi Avropada, Qafqazda, yəni Azərbaycanın da yerləşdiyi Cənubi Qafqazda havanın temperaturunda azalma gözlənilir. Qərbi Avropada isə ciddi bir istilik dalğası gözlənilir və bu tendensiya iyun ayının 29-undan iyul ayının 6-sına qədər yenə də davam edəcək. Baxın burada, havanın temperaturunda azalma gözlənilir, hava şəraiti sərinləşəcək, lakin Avropanın qərbi və mərkəzində isə havanın temperaturunda artım gözlənilir. Eyni tendensiya iyul ayının 6-sından 10-suna qədər də təkrarlana bilər və bu proseslərin yaxından izlənməsi vacib sayılır. Birbaşa pH və radar məlumatların dəlilləri əsasında son dəqiqə məlumatları da kanalda yayımlanacaq. Troposferin orta qatlarında gözlənilən siklon və antisiklonların ümumi gedişi haqqındakı proseslərə isə biz baxanda bunu görürük ki, xüsusilə də baxın, burada Avropanın orta mənzilli hava tərəqqatları mərkəzinin iyun ayının 22-si və 29-una qədərki tarixlərdə, yəni bir həftə ərzindəki atmosfer rejimi, troposferin orta qatlarında baxın burada Avropanın qərbində, orta troposferdə geniş və şiddətli bir antiklonik bloklanma gözlənir. Baxın burada omega bloku adlanan bir proses baş verəcək, burada ciddi bir temperatur artacaq. Burada isə ekstratropik siklon sistemi təsirindən Şərqi Avropada, Qərbi Rusiyada havanın temperaturu azalacaq. Baxın buradakı qalın xəttdən daşınan rütubətli hava, yəni Atlantikdən daşınan rütubətli hava, sərin hava, isti hava dalğaları toqquşacaq və burada Qafqazda tez-tez dəyişkən bir proseslər baş verəcək. İyunun 29-undan iyul ayının 6-sına qədər də yenə də eyni tendensiya davam edəcək. Baxın buradakı ekstratropik siklon sistemi aktiv inkişaf edəcək, antisiklon davam edəcək. Deməli, Qafqaz ərazisində iyul ayının 1-ci 10 günlüyünə qədər havanın temperaturunda çox şiddətli bir istilik dalğası baş verməyəcək, hava şəraitinin tez-tez dəyişilməsi potensialı davam edəcək. Bu da o deməkdir ki, gün ərzində havanın temperaturunun tez-tez dəyişilməsi, gün ərzində hava şəraitinin tez-tez dəyişilməsi nəticəsində qeyri-adi bir, qəfildən gözlənilməz bir topa yağış buradan aktiv inkişafı gözlənilir ki, bu da ciddi bir
hidrometeoroloji proseslərə səbəb ola bilər. Yəni bu riskini yaxından izləmək lazımdır. Eyni zamanda baxın burada Avropanın orta mənzilli hava tədqiqatları mərkəzinin troposferin deməli yuxarı qatları və stratosfer qatındakı baxın burada deməli troposferin yuxarı qatları və stratosferin aşağı qatlarında şimal qütbündəki mövcud küləklərin istiqaməti, yəni yay dövründə şimal qütbündə, troposferin yuxarı qatlarında və stratosferin aşağı qatlarında şərq küləkləri əsir. Lakin bu iki fərqsi ondan ibarətdir ki, şərq küləkləri burada çoxillik göstəriciləri ilə müqayisədə burada bir deməli zəif bir şərq küləkləri müşahidə edilir. Bu qalın xətt çoxillik göstəricidir. Amma faktiki vəziyyət isə bu çoxillik göstəricidən deməli yaxın günlərdə burada küləklərin daha zəif olması. Amma burada bir məsələ var ki, yaxın dövrdə, yaxın həftələr ərzində şimal qütbündəki qütb siklonlarının çoxillik göstəricilərlə müqayisədə daha tez toparlanması gözlənilir. Deməli, ərazidəki soyuq havanın vaxtına əvvəl depolanması artıq qış dövründə qəfil gözlənilməz bir soyuq hava dalğalarına səbəb ola bilər. Baxın, burada çoxillik göstəricisindən burada güclü bir deməli aktivləşmə gözlənilir və bu da payız dövründə ola bilsin Sibir ərazisindən soyuq hava dalğalarının tez-tez Qafqaz arasına, Ural arasına doğru müdaxiləsi potensialı var və bu riskləri də nəzərə almaq vacib sayılır. Bu model əslində nəyi göstərir? Bu model deməli bir qədər qəliz model kimi görünsə də əslində elə də qəliz deyil. İyun ayının 19-una olan son göstərici, baxın burada 50 dərəcə şərq uzunluğunda yerləşən Azərbaycan ərazisindəki, baxın bu xəttə bir baxın görür ki, burada deməli ayın tarixi var. İyul ayının 9-u 10-una qədər Azərbaycan ərazisində orta troposferdə, atmosfer təzyiqində tez azalma gözlənir ki, bu da o deməkdir ki, hava şəraitinin gün ərzində iyul ayının 1-ci həftəsi ərzində də tez dəyişməsi potensialı var. Deməli, güclü bir isti dalğasının baş verməsi potensialı zəif olaraq qiymətləndirilir. Eyni zamanda bu məlumatda sizin diqqətini çatdırmaq istəyirəm və artıq yekunlaşdırmaq istəyirəm. 2026-cı ilin deməli payız dövründə yağıntıların çoxillik iqlim normasından Orta Şərq, Yaxın Şərq ölkələrində və Qafqazda çoxillik iqlim normasına müqayisədə 2026-cı ilin oktyabr-noyabr aylarında rekord bir yağıntılar gözlənilir və bu barədə yenilənmiş modellərin təlləri əsasında son dəqiqə məlumatları da kanalda yayınlanacaq. Deməli, son dəqiqə məlumatları nədən ibarət olacaq? Son dəqiqə məlumatlarının təllərinə əsasən yeni məlumatlar yaxın bir həftə ərzində yayınlanacaq və yaxud da iyul ayının ilk günlərində yayınlanacaq. Baxın, Avropanın orta mənzilli hava tədqiqatları mərkəzinin sezonluq modelləri bunu göstərir ki, 2026-cı ilin artıq payız dövründə, baxın, burada qeyri-adi dərəcədə bir yağıntıda artım gözlənilir. Bu da o deməkdir ki, deməli, Orta Şərq ölkələri əslində quraq bir ərazidir, amma buradakı yağıntıların çoxillik göstəricilərdən çox olması əslində ciddi bir riskdən xəbər verir. Bu o deməkdir ki, 2026-cı ilin payız dövründə ekstremal bir hava şəraiti baş verə bilər. Yəni, ekstremal olmayan yağıntıların ekstremal miqdarda artması potensialı var. Baxın, burada 2026-cı ilin avqust ayına qədər Orta Şərq ölkələrində bir çoxillik normadan artıq bir yağıntı potensialı olmasa da 2026-cı ilin artıq avqust ayından sonra isə baxın, burada yağıntılar baxın, burada 70-100% qədər artım gözlənilir. Eyni zamanda 2026-cı ilin payız dövründə, 2026-cı ilin sentyabr və oktyabr aylarında da Orta Şərq ölkələrində deməli yağıntıların çoxillik iqlim göstəricilərlə müqayisədə bir xeyli artması gözlənilir. Baxın, burada yenə də 60-70 və 70-100% qədər yağıntılarda artım potensialı var. Eyni zamanda oktyabr ayında baxın, burada yenə yağıntılarda artım gözlənilir. Deməli, burada qeyri-adi bir yağıntılarda artım gözlənilir. Avropanın orta mənzilli hava tədqiqatları mərkəzi ən quraq ərazi olan Orta Şərq ölkələrində, Yaxın Şərqdə və Qafqazda, Xəzər ölkələrində yağıntıların 2026-cı ilin payız dövründə kəsin artması siqnallarını verir. Artıq gözlənilməz və xarakterik olmayan çox güclü bir yağıntılar gözlənilir 2026-cı ilin payız dövründə. Bu barədə yenilənmiş modellərin təlləri əsasında iyul ayında yeni modellər artıq yayınlanacaq və biz də artıq payız dövründə müşahidə edəcək son təllər haqqında kanalda yenilənmiş məlumatları sizin diqqətini çatdıracaq. Yaxın günlərdə gözlənilən qeyri-sabit hava şəraiti haqqında birbaşa peyk və radar məlumatların təlləri əsasında son dəqiqə təzyiqli videolar, qısa metrajlı və uzun metrajlı videolar vasitəsilə kanalda yayınlanacaq. Eyni zamanda və modellərin də
qısa müddətli modellərin təhlilləri əsasında yağıntıların daha çox Azərbaycanın hansı ərazilərə yağacağı haqqında da son dəqiqə məlumatları kanalda yayımlanacaq.